Paşinyan haqlıdır. Onun hakimiyyətə gəlişi politoloq. İslamabadda razılıq əldə olunmadı. Müharibə başlayır. Müştəbə Xameneyi buna görə ictimaiyyət qarşısına çıxmırmış. Dəhşətli iddia. Rıza Arif Amerika Birləşmiş Ştatları ilə anlaşma üçün Tehranın şərtlərini açıqladı. Trump jurnalistlərə əsəbləşdi. Saxta xəbərlər yayır. Pensiya ilə bağlı vacib açıqlama. Güclü Ermənistan Partiyasının lideri ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən miting iştirakçılarına göndərdiyi video müraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diasporla əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Axar TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Samvel Karapetyan baş nazir Nikol Paşinyanın müxalifət hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla müharibəyə başlayacaq tezisinə belə cavab verib ki, o müharibəyə başlamaq fikrində deyil. Buna baxmayaraq Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan konstitusiyasının dəyişdirilməsi məqsədi ilə referendumun keçirilməsi və Trump yolu barədə heç nə deməyib. Əksinə, Artsaqda etnik təmizləmə həyata keçirilib iddiasını səsləndirib. Paşinyan haqlıdır. Samvel Karapetyan kimi birisinin hakimiyyətə gəlişi, sülh quruculuğu və bölgə ölkələri arasında əməkdaşlıq üçün yaxşı heç nə vəd etmir. Ermənistanda seçki kampaniyası bu ölkənin daxili işi olsa da, fikrimcə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda müxalifətdən olan namizədlərin təxribatçı açıqlamalarına reaksiya verməsinə ehtiyac var. Məsələn, bəyan edilməlidir ki, Ermənistanda seçkidən sonra formalaşan hökumət sülh quruculuğundan və əvvəlki razılaşmalardan imtina edərsə, bunun həm iki ölkə arasındakı münasibətlərə mənfi təsirləri olacaq, həm də bölgədə yeni müharibə riski yaradacaq. Bu bəyanat ona görə əhəmiyyətlidir ki, Ermənistan vətəndaşları seçkidə doğru seçim etsinlər. Politoloq vurğulayıb. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Amerika Birləşmiş Ştatları və İran arasında keçirilən danışıqlar razılaşmasız başa çatdı. İlk baxışda bu uğursuzluq kimi görünür. Amma geosiyasətdə nəticə təkcə razılaşma ilə ölçülmür. Bəzən tərəflər uduzmadan masadan qalxa bilir. Amerika Birləşmiş Ştatlarının əsas məqsədi İranın nüvə proqramını və regional təsirini məhdudlaşdırmaq idi. Amma buna nail ola bilmədi. İransa sanksiyaların aradan qaldırılması və iqtisadi rahatlıq əldə etmək istəyirdi. Lakin o da konkret nəticə qazanmadı. Buna baxmayaraq hər iki tərəf əsas mövqelərini qorudu. Amerika Birləşmiş Ştatları İranın güclənməsinin qarşısını aldı. İransa geri addım atmayaraq zəif görünmədi. Bu səbəbdən nəticə nə qələbə, nə də məğlubiyyət sayılır. Daha çox strateji bərabərlik kimi qiymətləndirilir. Danışıqların əsas məqsədi razılaşmadan çox qarşı tərəfin sərhədlərini yoxlamaq idi. Hər iki tərəf nəticəni öz maraqlarına uyğun şəkildə təqdim edir. Nəticədə münaqişə həll olunmadı, sadəcə ertələndi. Qarşıdurma isə davam edir. İranın yeni ali lideri Müştəbə Xameneyi haqda daha bir detal ortaya çıxıb. Axar TV xəbər verir ki, Reuters agentliyi Xameneyiyə yaxın 3 şəxsə istinadən məlumat yayıb. Bildirilib ki, Xameneyi Tehranda iqamətgahına edilən hava zərbəsində ağır yaralanıb və hazırda sağalır. Ali liderin Tehranın mərkəzindəki iqamətgahına edilən hücum Xameneyinin üzünü eybəcər hala salıb. O, bir və ya hər iki ayağından ciddi xəsarətlər alıb. Məhz bu səbəbdən Müştəbə Xameneyi ictimaiyyətin diqqətindən və kameralardan uzaqda qalıb. Agentliyin mənbələrinə görə fiziki əlilliyinə baxmayaraq, Müştəbə Xameneyi zehni cəhətdən sağlamdır və hökumətdə fəal iştirak edir. O, müntəzəm olaraq audio konferans vasitəsilə görüşlərə qatılır. Münaqişə və Amerika Birləşmiş Ştatları ilə danışıqların gedişatı ilə bağlı əsas qərarlar qəbul edir. Xatırladaq ki, martın 12-sində Müştəbə Xameneyinin hava hücumunda ağır yaralandığı ortaya çıxmışdı. Martın 31-də Amerika Birləşmiş Ştatları prezidenti İranın yeni ali liderinin sağ olduğunu, lakin ağır yaralandığını və vəziyyətinin pis olduğunu açıqlamışdı. Daha sonra İran liderinin Hindistandakı nümayəndəsi Əbdülməcid Hakim İlahi bildirmişdi ki, atəşkəs qərarını Müştəbə Xameneyi şəxsən özü verib.
Əgər Vaşinqton öncə İsrail prinsipini rəhbər tutarsa, İran Amerika Birləşmiş Ştatları ilə razılığa gələ bilməyəcək. Axar TV xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rıza Arif X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Əgər biz İslamabadda öncə Amerika nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik. Lakin biz öncə İsrail tezisi ilə qarşılaşsaq, sövdələşmə olmayacaq. Biz qaçılmaz olaraq müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya böyük itkilərlə üzləşəcək, Arif qeyd edib. NBC saxta xəbərlər yayır. Axar TV xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump jurnalistlərə bildirib. Trump müsahibə zamanı jurnalistlərin İran Hörmüz boğazının yenidən açılması ilə bağlı təhdidlərinizi dinləmir cümləsinə əsəbləşərək NBC telekanalını saxta xəbər mediası adlandırıb. Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də istifadə etmə imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir. Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi? Axar TV xəbər verir ki, mövzu ilə bağlı konkret aza danışan iqtisadçı Asif İbrahimov, bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sisteminin buna uyğun olmadığını bildirib. Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırki pensiyaçıların təminatına yönəldilir. Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Busa sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir. Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər. Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular. Onun sözlərinə görə, pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırki şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlılığını təmin etməkdir.